olun. Düyüncü çok sağ ol. Düyüncü yani yok ya döyüşçü. Bak ben nətər deyim ki mənim 50 yaşım yox, nətər gizlədim. Deməyəcəklər ben niyə gözlərin kördür, niyə düzgün oxumursan, niyə sözün əvvəlini oxursan, dalın özündən quraşdırırsan. Oğlum deyir sən də deyir, mama sözün deyir əvvəlini oxursan, dalın özündən quraşdırırsan. Deyirəm, neyiniyim bəs? Astara talış, eşq olsun talışlara, talışlar ürəkdir də, talışlara can qurban. Sevirəm talış, talış balası, bu mahnını istəyirlər, mən bilmirəm, amma sən demə, belə çətin bir şey də yox, deyir ki, talışların mərd ürəyi, hamıya eyləyər köməyi, yadımdan da çıxanda bədayətən qoşuram da, özüm qoşuram, şairə nəsiyə baxı. Sizə qurban mənim ürəyim, sizə qurban mənim ürəyim, talış balası. Şey mahnıdır, oxumaq olar, yəni o nətər deyirlər o, çörəkli mahnıdır. Çox sağ olun, 10 TT MQB. MQB nədir? Megabayt? Yoxsa Magamet deyərdim, onda gərək MQM olayım. Magabet. Etoş model model etoş. Təşəkkür edirəm, çox sağ olun. Valla gözlərim kördür. Bunlar mənə istəyirlər ki, elə bildirməyə hər şeyi. Göndərməyin küçəyə. Adlarınızı çəkə bilmirəm. Cəmaət bilir ki, mən zəif görürəm. Ona görə də şey elirlər, sevinirlər, istəməyənlər. Gözə gəlmirəm. Biləndə ki, zəif görürəm, gözə gəlmirəm də. Amma bilsələr ki, qəşəng görürəm, yaxşı, çox yaxşıyam, hər şey normaldır, onda gözə gələrəm. Mən də gözə gəlməyə öyrəşmişəm. İstəyirəm ki, elə arada gözə gəlməyəndə elə çalışıram ki, göz nəzər olsun. Tanıdınız, qoy görüm tanıdım, Kosmetolog Sabina xanım. Yox, tanımadım Sabina xanım, kosmetolog. Mən biraz kosmetologlarla çox işim olmur deyə. Olanda da necə olur? Özləri dəvət eləyirlər, məsəl üçün reklam içində. Tutaq ki, indi lazer eləyirlər, üzümdə indi tükləri zaten çıx, üzümü gözümü yandırırlar, qəşəng. İncidirlər məni qəşəng, mən də onları reklam eləyirəm ki, cəmaət, gəlin sizi də incitsinlər. Bax, onda gedirəm kosmetologa. Belə kosmetologlardan mən qaçağam. Yəqin ki, amma biz tanışıq, çox güman ki. Naxçıvan, bari Naxçıvan. Semka, valla qoşa bilməyəcəm, üzürlü say Semka. Naxçıvan, sən canın niyə saçını uzatmırsan yazıb, qoy görüm, dalın özündən qoşdum, bax. Niyə saçını uzatmırsan, qadın kimi türmədən çıxanda əsl qadına oxşursun. Çünki qadın türməsi idi də o. Qadın türməsində adam özü qadın kimi aparır. Azadlıq deyil ki, istədiyin kimi aparasın. Qadınsan, qadın olmalısan. Ona görə. Xoşlamıram canım, qurban olum. Xoşlamıram. Belə xoş deyirəm də, mənə belə xoşdur. Neyini valla. İlaş, çox sağ ol. İlaş, yəqin ki, şıdır. Deyəm, Fədaya xanım, o qırmızı, nə vaxt gələcəksiniz Piterə? Dəvət alanda, Nur, Piterə, mən hər yana dəvət alanda gedirəm də. Toya dəvət alanda, toya mı, konsertə mi, ad gününə mi? Dəvət alanda gedirəm. Azərbaycandasınız. Yox, Azərbaycanda ayın 3-ü olacam. Çox sağ olun, təşəkkür edirəm. Azərbaycanda ayın 3-ü olacam. Allah ömrünüzü uzun eləsin. Çox sağ olun, sizin də ömrünüz uzun olsun. Uzun saç yaraşır, bilirəm. Bilirəm, razıyam. Ay, bu da qəşəng imiş. Çox sağ olun. Bundan da xoşum gəldi. İndi gördüm bunu. İlk dəfə atıldı bu mənə. Yanaqlarıma. Çox sağ olun. Volkswagen, sağlam həyat. Beynimə də ox girdi. Nə də? Biraz yavaş atın da. Cahangir, çox sağ ol. Elgün, hələ buradasan.
Elgin də məni qara-qara izləyir ha, qara-qara. Günahlarım düşüb dalımcan qara-qara məni izləyir, bilmirəm nədir. Çox sağ olun, təşəkkür edirəm, eşq olsun. Müstəqin təşəkkür edirəm. Salam, aleyküm salam. Şabrandan salamlar. Aleyküm salam. Papatya, çox sağ ol. Naxçıvan bağır. Ey könül mülkünün bağır Naxçıvan ay balam. Elləri sevgili yarı Naxçıvan. Qurban olum, ürəkdən oxuya bilməyəndə, belə səsimi açıb oxumayanda özümə ləzzət eləmir. Ona görə Azadla olur rauy. Azadla olur rauy tida. Azadla olur rauy tida. Dicə başa düş. Deyir azadla oluruq toyda. Xoşladım. Çox sağ ol, bilmədim ki minnətdaram. Təşəkkür edirəm. Minnətdaram. Azadla, hansı azadla? Azadla toyda olursunuz, lap yaxşı. Həmişə toylarda olasınız. Azadlığınızda əbəd olsun mənim kimi. Ay Fədər xanım, mən sizi necə görüm Moskvada? Deyib, bax belə, görmüsən? Deyib belə. Adı da Monikdir. Monikdir. Hə, düzdür oxudum. Monlinkdir. Moskvada xeyir işlərinizdə toy eləyin, ad gün eləyin, konsert eləyin, dəvət eləyin, pulumu da verin. Gəlim görün də. Burada nə var ki? Klarnet ifaçısı Azad. Hə, bəli. Masallıdan tanıyıram, bəli, gözəl insandır. Ailəsini də tanıyıram, özünü də tanıyıram. Çox gözəl musiqiçidir. Gözəl, mərfətli də bir oğlandır. Bəli, Allah canını sağ eləsin. Başa düşdüm, Azadla olursunuz toyda. Həmişə Azadla toylarda olasınız. Hacı Qabuldan salamlar, aleyküm salam. Moskvada harda olursunuz? Bratiyevada. Sən gözəlsən, çox sağ olun. Əslində mən gözəl deyiləm. Siz gözəllikləri görürsünüz, gözəl görürsünüz. Gözəllikləri görürsünüz deyəndə, deməli mən gözəl oldum da, belə çıxdı. Yox, siz gözəl baxırsınız. Belə deyim, qoy düz olsun. Can, bəs bayaqdan yazıram, bax da, ürəyim partladı. Elşən? Hansı Elşən idi bu? Elşən bizim klarnet çalan Elşəndir. Yox, klarnet, iki klarnet çalan Azadla Elşən nətər ikisi toyda ola bilər ki. Ola da bilir, əslində, niyə olmasınlar. Əmircandan salam, aleyküm salam. Ataş, aleyküm salam. Çox gözəlsiniz həqiqətən. Çox sağ olun, gözəl gününüz olsun. Mən də belə düşünürəm. Bəli, bəli, gözələm əlbəttə. Belə düşünürəm, özümə ürək dirək verirəm hərdən. Hərdən güzgəyə baxıram, deyirəm, mən gözələm, mən qəşəyəm. Ümumiyyətlə, YouTube'da rastıma çıxdı. Deyirlər ki, adam həmişə deyər ki, mən gözələm, mən qəşəngəm, mən xoşbəxtəm. Yoxsa, bu nə də, ölürəm, bu nə də, halım pisdir, inanırsan, ürəyim ağrıyır, nə bilim, beynim dağılır, davriyyəm qalır. Belə deməyin. Belə deyəndə deyir, tayda, o beyin, nə deyirlər ona? Nə bilim, orada yer var. Beyində bir yer var, deyir. O pislikləri götürür ancaq. Elə deyəndə deyir, elə pisdə olur. Ona görə də deyir, ancaq ağrıyanda da şükür eləyərsən. Deyir, çoxlu şükrünüz olsun da. Pis halınıza da şükür eləyin, xəstələnəndə də şükür eləyin. Deyin ki, mən yaxşıyam. Heç vaxt deməyin xəstəyəm, heç vaxt deməyin pulum yoxdur. Yalandan deyin ki, mən varlıyam, mən zənginəm, mən xəstələnməmişəm. Hə, mən ağrıyıram, deməyin, niyə ağrıyıram, üsyan eləməyin, deyin, nə qəşək ağrıyıram, nə qəşək xəstələnmişəm, bax belə, nə qəşək yorurəm, təzyiqdən nə qəşək dal üstə qalmışam, ayağa dura bilmirəm, şükür, deyir, belə eləyim tez-tez. Ona görə də mən belə eləyirəm deyə, həqiqətən də işə yarayır. Azad Səmid, çox sağ ol. Həqiqətən də işə yarayır. Hacı Qabuldan salamlar, aleyküm salam. Dur, yata bilmirəm. Yata bilsəm yatarım da. Sən niyə yatmırsan? Yatmaq yaxşı şeydirsə özün niyə yatmırsan? Bax, nə gəzsən burada? Yatmağı mənə yaxşı şeydirsə, indi mənə bunu məsləhət bilirsənsə. Niyə ən birinci adam yaxşı şeyi özü eləyər, görər ki, yaxşıdır, sonra qarşısındakına məsləhət verər də. Səndən yönlü məsləhət gəlməz adama. Çünki özün yatmamısan. Yatmış halda yazmış olsaydın, bilərdim ki, hə, yatıb deməli, mənə də məsləhət verir. Özü yatmayıb, deyir ki, yat. Niyə yatım? Yaxşı şeydirsə özün yat da. Azad Səməd, çox sağ ol, qaqa.
Qaqabajı. Yəqin bajıdır. Çox sağ ol. Azad Səməd, təşəkkür ederim, çox sağ olun. Siz çox sadə xanımsınız. Hə, bax, o Paşinyandır, mənəm. Sadəliyimizdən qalmışıq ortalıqda. Allah sizi korusun. Hansı rayonda olursunuz? Bratiyevada. Valla evdə oturdum, darıxdım, sıxıldım. Əslində ayın ikisinə biletim var, gedirəm Azərbaycana. Darıxdım deyə düşdüm belə, həm hava alım, həm də sizlə belə söhbətlər eləyək, canlı açım. Onu da bilmirəm, onu da bilmirəm, onu da bilmirəm. Özümdə üstünüzə sağlıq. Bir balaca xəstələnmişəm, amma ki, nə qəşəng xəstələnmişəm, hə, bax belə. Qəşəng xəstələnmişəm, elə qəşəyə inanırsınız. Grip fason olmuşam, burnum zaten tutulur. Açılır, tutulur, açılır. Qəşəkdir. Çox qəşəng xəstələnmişəm. Elə qəşəkdir, inanırsan. Durub getmək istəyirəm yavaş-yavaş. İdi. Can Allah sağ olun. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Azad Səməd bəy Xalid usta. Canavardır o, atdı mənə. Çox sağ ol, canavar. Əzində canavarsan deməli. Təşəkkür, Laçındayam. Hə, mən də gələcəm Laçına. Gələm Azərbaycana, xeylaq qalacam. Fəlakət sizin nəyinizdir? Fəlakət heç nə. Bir dənə beyin çönməkdə elə bir ki, oxşarlığımız var. Onun da beyin tez-tez çönür. Mənim də beynim tez-tez çönür. Başqa heç nə. Qılman kimi danışırsan. Onlar mənim kimi danışır. Bax, mənim əsl danışığım budur. Bax, təbii budur. Onlar məni yamsılayırlar da. Məni və mənim kimiləri, bizim ləhcəmizi yamsılayırlar. Düz deyirəm, həqiqi. Haradasan? Burada. Deyik, bax, burada. Oturmuşam keşik. Kopyanız da. Gəncədən salam. Namik Gəncəli. Aleyküm salam. Gəncəyə aleyküm salam. Dediyim kimi də bayaq dedim. Gəncədə ayın 30-una toyda olacaqdım, amma gecikdilər. Mən də ayın 29-u və 30-u Gürcüstana toy danışdım artıq. Gəncə biraz gecikdi. Amma Gəncəni sevirəm. Keçən ildə Gəncədə bir gözəl toyda oldum. Roşkanın qızının toyunda, Rövşənin. Ailəvi dostumuzdur, gözəl insandır. Allah bütün balaları xoşbəxt eləsin, Röşkanın da balasını xoşbəxt eləsin. Özünə də can sağlığı versin. Valla cəmaat oturub dincəlir, oxuya bilmirəm. Ürəyimdə salam güldürdünüz axşam-axşam. Həmişə gülün. Ürəyimdə də oxuyanda belə ləzzət eləmirik. Oxuyanda gərək səsi işlədəsən də, bildiyin. Yalandan oxuyan deyiləm axı mən. Mən oxuyuram. Yalandan oxuya bilmirəm. Yalandan oxuyanda özümə ləzzət eləmir. Səsi gərək olduğu kimi işlədəsən də. İstifadə eləyəsən o səsdən. Onu mən istifadə eləməyi yığıb saxlayanda, bilmirəm, başa sana bildim, yoxsa yox. Onda mən özümə ləzzət eləmir, valla. Oxu birini, zümzümə elə, ayda, Kəmran, çox sağ ol. Xahiş edirik bir mahnı. Buna bax, nətər məni gör pis vəziyyətə qoyurlar, göz görə-görə. Görsüz? Hay-huy. Yox. Bizim ailəmiz, deməli, anam, 4 bacım, anamın 4 nəvəsi. Anam, 3 bacım, yəni biz 4 bacıyıq da, onu demək istədim. 4 bacıyıq, bir anam və anamın da 4 nəvəsi var. 3 oğul bacıdan, bir oğul da qardeşdən. Dostlar, mən yavaş-yavaş adamlar var, qurban olun, vallahi gecənin vaxtı deyil. Azərbaycanda olsaydım mühkəmdən oxuyur. Gələcəm Azərbaycana. Belə bir fikrim var. Ora mənim olduğum düz metronun yanıdır deyə adamlar çox olur. Gecə gündüz. Deməli, gələcəm Azərbaycana, düşünürəm ki, sizlərlə, mən sevənlərlə bir görüş keçirəm. Və onu dünən ağlıma gəldi ki, harda eləyim. Fikirləşdim ki, Buzovnada dəniz kənarında. Ən gözəli, qəşəng. Gəlin dəniz kənarında
nə bilim, oxuyaq, oynayaq, şəkil çəkdirək, video çəkək, çoxlu canlı oxuyum sizin üçün. 1-2 saat, 3 saat sizinlə olum. Bax, elə bir şey düşünürəm. Hardasınız? Moskvada. Bakılılar günümüz mübarək. Ha, bugün Bakılılar günüdür. Hə, mübarəkdir, mübarək. Bakılılar ürəkdir də. Bakılılara hörmətim sonsuzdur. Bir başqa. Niyə? Mənim hamıya hörmətim var, bilirsiniz. Amma Bakılılara ona görə fərqlidir ki, mənim oğlum da Bakılıdır. Oğlumun atası Nardaranlıdır. Allah rəhmət eləsin cəm dünyadan köçənlərə və mənim də oğlumun atasıdır. Bakılı, oğlum Bakılı olduğu üçün Bakılılara bilmirəm. Elə bir ki, biraz belə yaxınlığım bir başqa. Allah hamınızı var eləsin. Haradır bura? Moskva. Canınız bir bəla. Hələ də onu da Fədi. Bu Fədi deyən kim idi? Fədi bizimkilərə oxşur. Fədi Əhmədov. Bu hansı Əhmədovdur ki, mənə ailəmizin içində Fədi deyirlər. Qohum əqrəba. Bu da mənə Fədi dedi. Can, Fədi eşidir səni. Əhmədov. Yoldaş Əhmədov. Maşın zat vuracaq məni. Düz yolun ortası ilə gedirəm. Yaxşı el. Dünya tələbəlikdir mənim maşın bura. Yaxşı el. Gecə nə? Gecə toy edir məhərrəmlikdə. Gecə toy edir məhərrəmlikdə. Toydu bu. Toy eləyirəm. Toy eləyirəm. Gəlin. Toydu. Əhməd, toyundur. Mən deyirsən, mən toy eləmirəm vallahi. Toy eləyirlər, mən oxuyuram. Bəli, o gün məhərrəmliyin düz ortasında 27 iyunda gözəl bir toya dəvət almışdım. Allah xoşbəxt biləsin bütün balaları. Çox sağ olun, çox sağ olun. Ay Samira Əliyeva. Çox sağ olun, var olun. Vay, bəsdir. Ay. Çox sağ olun, qurban olun, çox sağ olun. Eləməyin belə. Bax, eləyirsiniz, kim göndərirsə mənə nəsə. Mən də onların adını çəkmək məcburiyyətində qalıram. Deyirəm, qoy diqqətsizlik olmasın. Onu deyirdim axı. Getdim mən də qəşəng oxudum. Məhərrəmliyin düz ortasıydı. Neyini mən oxuyarım. Çağırdılar oxuyarım, getdim. Yol keçirəm. Maşında gəlir, heç vecmə də deyil. Hələ istəsəm bir yolun ortasında dayanıb biraz söhbət də eləyə bilərəm. Prosto tayin deyil, hörmət qoyuram da. Əvvəl xanım, mənim balam əməliyyat olacaq, kömək edə bilərsinizmi? Oy, vallah, bax, mən sadə və səmimi bir insanım. Yox deyəsi olacam, qurban olum, Allah özü kömək olsun. Allah bütün xəstələrə şəfa versin. Yox, mən o gücə malik deyiləm, vallahi. Ki, kömək eləyim, əməliyyata kömək eləyim. Vallahi, nə bilim, 5-10 manatla, 50 ilə, 100 ilə düzələn bir şey deyil axı. Ona görə də, bax, səmimi olaraq deyirəm ki, Allah köməyiniz olsun. Mən kömək elə bilməyəcəm, qurban olum. Mən tək çalışıram. Tək. 30 ildir. Yəni, nə bilim, ağlım kəsəndən. Ona görə də çatdırmıram vallahi. Öz problemlərimizi, öz, yəni necə deyim, çatışmazlıqlarımızı, öz xəstələrimizi ailəmə aiddir də deyirəm. Güclə Quran haqqı çatdırıram. And olsun Allaha. Ay fədaya. Bəli. Elə mən də təkəm. Allah hamımıza kömək olsun. Çox sağ olun Gülətçiyə görə. Bura haradır? Moskva. Mən 6 ildir Moskvada yaşayıram dostlar. Soruşursunuz bura haradır? Nədir? Belə tez-tez soruşursunuz. Mən də həmişə deyirəm, get yat dincəl. Yatmaq yaxşı şeydirsə, sən özün niyə yatmırsan ki? Mənə məsləhət görür. Özün eləmədiyin şeyə mən niyə məsləhət görürsən, bala? Salam bileyim. Aleyküm salam. Retovdan izləyirsiniz, salam.
Xoş gördük hamınızı. Hansı parkdır bu? Valla bilmirəm. Bilmirəm ki. Adını bilmirəm. Metro Almatinskayadır. Amma adını park olaraq bilmirəm. O tərəfdə də çay var. O ki ad günümü 50 illik yubileyimi ki təkcə orada qeyd eləmişdim. İzləyənlər bilir. 041. Əmi oğlu ya da əmi qızı. Salam. Oğlun hanı? Oğlum Azərbaycandadır. Mən də ayın 2-si axşam ikisindən üçünə keçən gecə mən olacağım Azərbaycanda. Oğlum məni qarşılayacaq. Təkniyə dedim. Dedim təkniyə. Əxi Murat. Əxi Murat. Aleyküm salam Murat. Avtobusda gəldi. Bəlkə benim avtobusum yox idi. Astanovkada oturum biraz gözləyim. Avtobus gəlsin, o birisinə minim. Görüm mənə hara aparacaq. Laçından salamlar, aleyküm salam. Burcunuz nədir, əkizlər? Çox sağ olun. Telekom, Rıfamü. Çox sağ olun. Təşəkkür edirəm. Rita. Valla körəmdən ha. Hə, təşəkkür edirəm hamınıza. Qurban olum sizə. Çox sağ olun. Var olun. Da oradan bir uzun kuru geleyim belə geniş. Geniş götürüm belə. Belə bir geniş kuru geleyim qayıdım. Çox sağ olun. Var olun. Yalquzaq. Sən də mənim kimi yalquzaqsan mı? En güzel o değil. Bak en güzeli yalquzaq. Hayf değil. Öz-özünə danışırsan, öz-özünə gülürsən. İnanırsan, öz-özümlə belə görsən söhbətim düşür. Bir də görsən davaya qırğına çıxıram. Çok sağ olun. Sevincin ol 41. Əmi qızı. Məhləmizdə bir kuyu var əmi qızı. İçməyə sərin suyu var əmi qızı. İçmişəm ayıq olmuşam əmi qızı. İçmişəm ayıq olmuşam əmi qızı. Mən sənə layık olmuşam əmi qızı. Mən sənə layık olmuşam əmi qızı. Əmim qızı bizə gəl, qırmızı gey təzə gəl. Bir əlində şiş kebab, bir əlində məzə gəl, bir əlində məzə gəl. Düşün bu məhləmizdəki quyunun yanına, axı dedim məhləmizdə bir quyu var əmi qızı. Yalan demirəm, məndə yalan yoxdur. Mənim hər bir söhbətim, mən siz inanın. Nəfəsim kəsilmişdi ya. Bunlar məni öldürəcəklər eyvallah. Salam, necəsin? Sağ ol, yaxşıyam. Duz gəl. Duz gəl. Duz gəl. Duz. Nə bilim valla. Haradır bura? Duz gəl. Bura Moskvadır. Moskva. Prosta burada fontanlar var idi. Gecədir deyə söndürüblər. Mən də heç vaxt iş gücünün bu vaxt buralarda olmamışam. Həmişə axşam üstülər oluram, axşam oluram. Gündüz vaxtı oluram da. Bura, bak orada fontanlar var idi. İstanbul'dan salamlar, aleyküm salam. Şirvan'dan da salamlar, aleyküm salam Şirvan. Qoy görüm harda bir yer tapım özümə geçək, oturum. Biraz oturum. Hava ilə gözəldir dostlar, hava ilə gözəldir. O mənə get yat deyənlər var. Yatacam da, yatasınız da. Bəsdir də, yatmaqdan da bezmədiniz. Nasıl hara fırlatsaq adam yatır da. Bakıdan salam, aleyküm salam. Aleyküm salam. Şirinsən, hə, sağ ol. Şirinsən, mənə şirinsən, baldan şəkərdən, mənə şirinsən, baldan şəkərdən, mənə şirinsən. Hardasınız? Deyib burada. Özüm atmağa gəlmişəm. Bak düz kənarındayım. Bak buradan ayağımı sallasam sudur. Bura haradır? Moskva. Bratevskaya. İndi mən burayla velosiped yoluyla çıxım. Pilləkənlə çıxmadım. Pilləkəni qoydum. Velosiped yoluyla belə çıxım yuxarı. Da neyiniyim valla. Pilləkəndən xoşum gəlmir. Pilləkən çıxanda adamın dizləri hərəkət edir, xeyirdir deyə.
Ona görə xoşum gəlmir. Ancaq düz qalmalıdır adam. Hərəkət eləmək olmaz. Hamısı, çünki bizi anladıblar. Bax, mən deyirəm, hamısı yalan söhbətlərdir. Həkimlər nə deyir, inanmayın. Ondan sonra, nə bilim, bunu eləmək belə olur, bunu eləyin, canınıza xeyirdir. Nə desələr, əksinə eləyin. Bax, mənə o xeyirli şeylər, bildiyim xeyirli şeylər var, ha. Onu əksinə eləyirəm, əksinə, tam əksinə, top kimiyəm. Sizə də məsləhət görürəm. Amma həkimlərə də can qurbandır. Nə yaxşı ki, varlar. Düzdür, mən zarafat edirəm, amma hər zarafatda da bir elə bir ki, ciddilik var da. Düz deyirəm bəzən. Vallahi bizi alladıblar. Vallahi billahi bizi alladıblar da, nə uşaqlıqdan. Alladıblar. Gərək açım hər şeyi deyim. Mən tutsunlar. Aldanmışıq. Allah sizi güldürsün. Çox sağ olun. Allah sizi də güldürsün dostlar. Təşəkkür edirəm hamınıza. Gedməyik da yavaş yavaş. Amma o qədər xoş gəlir ki, gəzmək mənə. Həqiqətən hava xoş gəlir. Deyirdilər o ki, pəncərəni açıb, skvazniyak eləməyin, skvazniyak. İnanırsan skvazniyakdan boynum quruyub. Boynu Allah bilər neyinib, nə tərəf quruyub. Deyir skvazniyak. Hava adamın boynun qurudur. Təmiz hava, oksigen. Bir məntiqiniz olsun, bir fikirləşin də. Qurbanım, oxumayacağım, qurban olmaqını istəməyin. Çünki Göyçaya salamlar olsun. Və Elaqana da salamlar olsun. Çünki Lənkərandan. Lənkərana da salamlar, çox sağ olun Tınar. Oxumayacağım çünki olmaz da yəni. Yəni cəmaata burada biraz gecə vaxtı səs-küy salmaq biraz mədəniyyətsizlik sayılır da. Mən də axı mədəniyyətli adamam. İnanırsan da mədəniyyət, mərfət, qanacaq tökülür. Ona görə Qazaxa salam deyim, baş üstə. Qazaxa salamlar olsun. Mavi Qızılgül, çox sağ ol, təşəkkür edirəm. Oxumağı atdınız? Yox, mən Lökbətana da salamlar olsun. Yox, oxumağı ata bilmərəm, mən atmaram heç vaxt. Çünki mən oxumağı sevirəm, mən sevə-sevə oxuyuram. Yalanına, bax, indi ona görə sizin üçün oxumuram ki, toya gəl, baş üstə. Mənim yerim elə toylarda da, işim toydur. Ona görə oxumuram ki, yavaşdan oxumaq ürəyimə yatmır, ürəyim boşalmır. Bildiniz, bir mahnını istədiyim kimi oxuya bilməyən də, səsimi açmayanda, oxuyanda. Onda olmur da, ləzzət eləmir özümə. Ona görə necə rahatsız belə bu vaxt. Mən həmişə rahatım. Rahatım, niyə narahat olum ki? Bilirsiniz, niyə rahatam? Çünki güllə çiçəklərə baxın, bir kişiyə istəyir. Ona görə rahatım ki. Özümdən arxayım, belə deyim. Bilirəm ki, heç kimə heç nə eləməmişəm ki, məni gütsün, mən çıxanda məni nəsə eləsin. Və yaxud da ki, belə tanımadığım biri, bir avaranın biri, kimsə də, alçaq adamların biri nəsə bir pislik eləyərsə, nəsə, məsəl üçün sumkamı alıb qaçarsan filan, o da ki, tayında Allahın işidir, belə. Ona da deyirəm ki, nə qəşək, şükür, nə qəşək sumkamı uğradılar, onu da belə qarşılayaram. Çünki mən beləyəm. Da onu problem eləmərəm. Masallı. Masallıya salamlar olsun. Ağcabədiyə də salamlar olsun. Hardasan Moskvada? Göyçaya salam. Sizə ancaq smailiklə yazmaq lazımdır ki, oxuyasınız. Hə, valla, smailiklər gözümə girir axı. Adamın gözünə girir də, çox olanda. Görürəm. Səni verənə şükür, çox sağ. Məni verənə min şükür. Min şükür. Məni verənə min şükür. Min şükür. Elə sizi də verənə şükür. Sən çox bilmişsən ha, smailiklərlə. Qadın əvvəldən gözəl olub. Hə, çox sağ olun. Bürcüm əkizlər. Kürdəmirə salam de. Salam Kürdəmir. Naxçıvandan salamlar. Aleykum salam. Agromunu salam Naxçıvan. 50 yaşın olanda... Nə? 50 yaşı tez-tez gözümə soxmayın da. Nə deyir ha? 50 yaşın olsa da gözəlsən. Hə. Çox sağ ol, var ol. Ta bu 50 yaşı deməsəydin bir gözəlsən yaza bilməzdin də. Özünə əziyyət verib qabağına 50 yaşı deyə yazsın ki, bir kəlməsi gözəlsən də. Niyə başıma vurursunuz? Hər dəqiqə adam başına vurarlar. İndi 50 yaşında neyiniyim?
51-ə nətər keçim, bax, nətər keçim tez bir anda. Keçə bilmirəm axı, Hacı Qabuldan salamlar, Gədəbəydən salamlar, əleyküm salam. Xaricdəsiz, xaric demək olarsa, bəli. Yəni Azərbaycanda deyiləm, bəli, xaricdəyəm. Allah ömür versin. Gülüşlərinizə də görə çox sağ olun. Bayaqdan yazıram ki, Sahil qəsəbəsindən salamlar. Yəqin xatırlayarsınız Elşan. Əslində nələrsə xatırladım, amma Elşan imendi səni xatırlaya bilmədim. Çünki şəklin balacadır, gözümdə kordur. Ona görə, amma xatırladım. Əleyküm salam Sahil qəsəbəsinə. Ha? Nə günə qalıbsınız, qalxoz bazarına oxşayırsınız. Hə, nə qəşək, hə. İnanırsan, bax, belə şeylər də qəşək qarşılayıram. Siz də belə olun. Bax, mənfi, nə bilim, belə, nə bilim, negativ adamları da xoş qarşılayıram. Deyirəm, nə qəşək yazdı, bəh. Nə qəşək təhqirdə, bəh. Boyunu yerə soxma, nə qəşək boyunu yerə soxdu, bəh. Bax, belə. Nə? Bolislanddan dəyərli Fəda xanıma salamlar. Əleyküm salam. Fidan qızım da deyir 40 yaşa oxşayır. Hə, sağ olsun. Bax görsən, bax Fidan. Çünki bu F hərfi ilə başlayan bir adamın ki, adındakı F var ha. Ya əvvəlində, ya ortasında. Onlar yaman yaxşı adamlar olurlar, inanırsan. Bax Fidandır, Fədayədir. Sağ olsun, sağ olsun. Bir şey ki, adı F hərfi ilə başlayır. Ta bu nə yazmalıdır ki mənə? Mən bundan nə gözləyim? Ancaq gözəllik, ancaq qəşəklik. Qoy bir də yol keçimi etdim mən. Yox, necə mənim başım vurmur? Nətər yol gedib? Yaxdan yol keçirim, oyanıb yana. Qoy yol keçim görüm. Gör bir dənə maşın var, hə? Hə, dostlar, indi sağ olun, sizi öpürəm, sevirəm. Sizi sevirəm, sizi öpürəm, bağrıma basıram. Çox sağ ol, Astara, təşəkkür edirəm. Siz də 30 yaşı çox sağ olun. Təşəkkür edirəm, amma 50 yaşım var. İndi kimisi yazır ki, ya indi 50 dediyim üçün mənə yazmışdılar ki, axı 50-ni gizlətmirəm də deyirəm axı, amma hamı yaşını gizlədir axı. İndi mən 50 demişəm deyə, biri yazmışdı ki, 60 deyə 50 deyir. Elə bilir ki, bir 10 yaş özümü cavanladıram da. Demiş ki, bu yeni yerə soxum 50-dir. 50'dir. Ne olardı ki yazardım ki 50'de ama 40 verərəm. Ne olardı ki bir xoş söz yazsın. Xoş deyil axı işləri qurt, iyləniflər. Hə, ona görə yəni niyə özünüzə baxmırsınız? Vallahi həvəsim yoxdur özümə baxmağa. Elə Allahın verdiyi də Allah yaradıbdı, baxsın da, qurban olum Allaha vallahi. Baxır da çox razıyam, çox razıyam. İnanırsan xəstələnəndə də deyirəm şükür Allah, nə qəşəng xəstələmişəm, şükür. Başıma nə iş gəlsə gözəl qəbul edirəm. Tək yaxşı işlər gəlsin hamımızın başımıza. Amma pis işlər gəlsə qəbul edin, çünki ta oldu, olan oldu deyərək özünüzü ələ alıb toparlanmağa çalışın, mənim kimi yəni. Çox sağ olun. Suskun, çox sağ olun, təşəkkür ederim. Dostlar, sizi sevirəm, sağ olun, var olun, öpürəm sizi, gecəniz xeyrə qalsın. Balşoy, das vidanya. Qoy görməklə. Siz də sağ olun, siz də sağ olun. Mənim də 42-dir. 40 verərəm. Hə, çox sağ olun, var olun. Amma siz indi nə verərsiniz, amma məndə 50-dir, bildiyiniz kimi. Bay bay, gecəniz gözəl olsun canım. Çox sağ olun sizin də. Qabaq çox qəşəng idiniz. Hə, da indi gedir də gözəllik də. Axı deyir gedər ay qız, bu gözəllik sənə də qalmaz. Amma mənə qalıb, şükür Allah. Olana şükür, inanırsan, nə qəşəng bəcərləşmişəm, bax belə. Mən hər şeyə şükür edirəm. Şükürə, nə qəşəng qocalmışam, nə qəşəng bəcərləşmişəm, bax belə qəbul edirəm. Ona görə də qəşəng oluram. Qoy bir dənə də yol keçimi, ta keçib. Yenə gəldi pereşdi, kusoçuk qolov ki, Rujniya Mesto. Demək istəyir ki, bir saniyədən sonra, bir dəqiqədən sonra canlımız onsuz da bağlanacaq. Sağ olun, öpürəm sizi, sevirəm sizi. Sağ olun, доброй ночь, спокойной ночи, большой. Спасибо
Barışıyor dəstəkdən. Sağ olun, gecəniz xeyrə qalsın. Bu, çıxa bilmirəm. Bu şey gene geldi, yazıldı bura. Ha, eyb yox. 5 dəqiqə. Nətər elə? Çıxmır, qurban olum sizə. Allah ki, gene yazdı. Перетащите кусочек головоломки в нужное место yazdı gene. Трансляция закончится через 4 dakika. Мы заметили, что вы не были активны в равно также трансляцию продукты проверку, чтобы продолжение. Belə yazıldı. İndi mən neyim? Çıxım. Heç nə olmaz. Siz məni görürsünüz, amma mən sizi belə qaranlıq kimi görürəm. Çünki canlılar bilir də, biraz çox keçəndə, o günü bilmişəm, sırağa günlərdə. Çox keçəndə belə yazır. Operat işi olum ki, zat söhbət edirlər məndən. İndi 3 dəqiqə yarıma özü çıxartan eynim, mən basıram alınmır. Çıxmır. O yuxarıda yumru şey var ya. Onu üstünə tıklayırsan, çıxırsan. Çıxa bilmədim. Öz çıxar, nəysə, heç nə olmaz. Neçə qo. Elə mən evə çatınca 3 dəqiqə olar. Əslində çatmışam, amma elə gedim ki, 3 dəqiqə olsun. Başqa cürə çıxmaq mümkün deyil buradan. Siz məni rahat görürsünüz, bayaqki kimi. Mən sizi görmürəm. Ekranın üzünə belə bir dənə belə şəkil gəlib, üstə də yazılıb peretaşdı, nə bilim nə. Daşı deyir, nəyə daşıyım, hara daşıyım bilmirəm. Peretaşı deyir. Передача. Hey. Deməli 3 dəqiqə. 2 dəqiqə yarıma. Девушка, Tabii. Bəli. смотрите, здесь мужчина лежит. Да, я что делаю? Но, а вы можете... Я не знаю. Какая-то улица. Burada bir kişi. А? Надо помощь, да? Да, ну, смотрите, он же вообще, мне кажется, Belki ölü be, ya Allah. может, он умер. Yok. Nefes я по-русски очень плохо знаю. Да, я Костя. понимаю, но он же, видите, каски, а значит, ему плохо стало. Я не А могу. как куда Bir nefer burada. звонить, не знаете? Нет. Vallahi извините, да. Kişi burada ölüb. Allah kömək, Allah o gündən saxlasın, Niyə mən şükür eləməyim hər halıma, hər günümə? Uzanıb orada, yevçi uzanıb. Bu yaxdan 3-4 dənə beləsini görmüşəm. Uzanırlar, hara gəldi. Yuxular, yatmaqları gələndə ora uzanırlar. İndi mən ona görə evə gedirəm ki, birdən məni yuxu tutur, elə mən də uzanıb qalarım buralarda. Dənə, bura ursetdi, bura belədir. Gördünüz dostlar, ruscan nətər danışdığım. Gördünüz, elə bilirlər ki, çulumu sudan çıxarda bilmirəm. Heç olmasa çulumu sudan çıxardıram da, qoymuram bata. Dostlar, indi bir dəqiqəyə şey olacaq. Həmişə Allah sizi güldürsün. Sizi sevirəm, öpürəm, bağrıma basıram. Sizə xoşbəxtlik arzulayıram. Xoş günlər nəsibiniz olsun. Həmişə xeyir işlər nəsibiniz olsun. Toylarınızda görüşək inşallah. Nişanlarınızda, ad günlərinizdə gəlim oxuyum sizin üçün inşallah. Bax, mən sizə bunu arzulayıram. Kim kimə nə arzulayırsa, 10 qatı onun öz başına gəlsin deyirəm. Düz deyirəm. Düz deyirəm dostlar. Yox, kim kimə deyəndə xalqın içində niyə qarışıram ki, özümlə danışım. Kim mənə nə arzulayırsa, kim məni necə görmək istəyirsə, özünü ondan da artıq görsün. Mənə arzuladıqları hər şeyin belə 10 qatı özünə qismət olsun inşallah. Yaxşımı? Sizi sevirəm. Çox sağ olun. Var olun. Bu nədir? Avion trafika nə idi? Yenə bu telefona cürbəcür şeylər gəlir, özləri üstündə gəlir. Sağ olun, öpürəm. 20 saniyəyə canlı bağlanacaq. Mən də çatdım. Sağ olun, sizi öpürəm, sevirəm. Bura bizim podyezddir. Çatdım. İndi sumkamın içindən açarımı